لا إله إلا الله لا إله إلا الله لا إله إلا الله Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Aziz kardeşler, aziz yoldaşlar, Müslüman kardeşler. İmam Rabbani Anha ne deyir? Gözəl alimlərdən biridir İmam Rabbani Anha. Allah rəhmət etsin ona. Deyir, şeytan cəhənnəmdə nəhlətə gəlmiş əlbisələrini geyinərək, nəhlətlənmiş əlbisəsi ilə çıxacaq kürsüsünə, cəhənnəm kürsüsünə və cəhənnəmdə olan insanları bir yerə toplayacaq. Yəni çağıracaq. Bir yerə toplayarkən və orada ayrıntılar olacaq. Cənnətə gedənlər və cəhənnəmə düşənlər. Bu cəhənnəmə düşənləri çağıraraq onlara deyəcək: Ey Adəm evlatları, ey Adəm evlatları, gəlin topluma yığışın, gəlin mitinqə. Miting keçirən zaman bu anlatacaq onlara. Deyəcək, baxın cənnətə gələnlərə və özünüzə baxın. Bunlar yığışdıqca, topluma yığışdıqca şeytana Allah sənə nəhlət eləsin deməyəcəklər. Vay, bunun şeytanın əlindən düşüb baxı bu cəhənnəmə. Niyə demirlər? Yığışırlar bir yerə, şeytan bunlara deyir ki, gördünüz, bunlar getdilər cənnətə. Amma siz neynədiniz? Cəhənnəmdə qaldınız. Onda bunlar ayılacaq. Qəflətən ayılan zaman deyəcək, vay sənə, Allah sənə nəhlət eləsin ey şeytan. Allahın nəhlət olsun sənə. Şeytan onda kürsüsündən duracaq. Nəhlətlənmiş əlbisəsini belə silkələyərək, bunlara gülərək deyəcək: Allah sənə nəhlət eləsin. Ey Adəm evladı, Allah sənə nəhlət eləsin deyəcək. Çünki mənə yox, sizə, o nəhlət sizə düşür. Mənə niyə Allah nəhlət eləsin deyəcək. Bunlar deyəcək, ya sən bizi bura atdın, cəhənnəmə atdın. Deyəcək, xeyr, mən atmadım, Allah sizə nəhlət eləsin. Çünki siz Allahın 5 vaxt namazında hər bir anında Allah sizi çağırdı. Gəl ey insan, ey Adəm evladı, gəl, xeyir əməldən qaçma, gəl. Siz neynədiniz? Allah sizi səsləyərək çağırdı, amma mən sizin sağınızdan, solunuzdan, qulağınıza fısıldayaraq çağırdım. Zinaya yönləndirdim, içkiyə yönləndirdim, pis əməllərə yönləndirdim, pisliyə yönləndirdim və ən çirkin, rüsvay olucu hərəkətlərə və işlərə yönləndirdim. Siz bunları elədiniz. Siz buraları yaptınız. Amma Allahın çağırdığı səsə qaçmadınız. Niyə qaçmadınız? Çünki nəfsiniz sizdən öndəydi. O yüzden buradasınız. Və Allahın nəhləti olsun deyəcək sizə. Mənə yox, sizə olsun deyəcək. Çünki siz deyir, həmişə məni nəhlətdədiniz. İndi bu dəfə deyir, nəhlətdənmişsiniz siz. Çünki buradasınız, Allah sizə nəhlət eləsin deyəcək, var cəhənnəmdəsiniz. Mən deyir, sizi Allah'dım. Mən deyir, sizi uyardım. Niyə uydun? Allah sənə dərrakə verib. Niyə uydun? Allah sənə ağıl verib. Allah sənə ağıl verib. Allah sənə çağırır, 5 vaxt namaza çağırır. Niyə getmirsən namaza? Yox, mənim işim var, mən bunu çatdıramadım, bunu eləyəmədim. Ya hocam, mən bunu yapamadım. Hocam, mən bu şey mişatçılıq elədi, mən bu şey bacarmadım, bu şeyi eləyə bilmədim. Qurandan qaçırsan, niyə qaçırsan Qurandan? Quranı hər gün oxumalısan. Quranın içində yazılarla getməsən, əməllərlə getməsən, Allah Cəllə Cəlaluhu nə deyir orada? Bütün halal və haram hər şey Qurandadır. Quranla oxuyub əməl etmək lazımdır. Ömər radiyallahu anh, Allah ona rəhmət eləsin. Həzrəti Aleyhisselam nə dedi? Quranı oxu və əməl elə. Quranı oxumayan